İzahlı test toplusu, isim mevzusu 13-cü hissə. What it is. İda cümləsidir. Baxaq bəndlərə. A bəndə what brilliant ideas it is. Burada ideas sözü cəmdədir. Buna görə burada onun is olmamalıdır. A olmalıdır. Ideas olanda A bəndi səhvdir. B bəndi what interesting story it is. Nida cümləsində isim təkdə olanda, sayıla bilən isim olduqda qarşısında qeyri-müəyyən artikl işlənir. What an interesting story olmalı idi. B bəndi səhvdir. What tasty porridge it is. Porridge sayıla bilməyən isimdir. Sıyıq mənasını verir. Onun qarşısında artikl işlənməsi ehtiyac yoxdur. Ona görə what tasty porridge it is doğrudur. C bəndi doğru cavabdır. D bəndi niyə olmaz? What a sweet jam. Jam sözü cem mənasını verir. Sayıla bilməyən isimdir. Qarşısında artikl işlənməz. D bəndi ona görə səhvdir. What fat deer. Fat deer. Burada deer sözü maral. Bunun cəmi və tək eynidir. Deer həm maral mənasını verir, həm də marallar mənasını verir. Burada əgər təkdədirsə, qarşısında artikl olmalıdır. Cəmdədirsə, burada A olmalıdır. Ona görə Y bəndi də səhvdir. C bəndi doğru cavabdır. 56-cı sual çözə korrekt variant, düz doğru variantı seçin. Burada baxaq. There was news that made the children happy. There was a pieces of news sayıla bilməyən isimdir. A pieces olanda pieces cəmdədir, qarşısında artikl işlənə bilməz. Bir səhvdir. There was some news that made the children happy. Some həm sayıla bilən, həm də sayıla bilməyən isimlərlə işlənir. Sayıla bilən isimlərlə işləndikdə bir neçə mənasını verir. Sayıla bilməyən isimlərlə işləndikdə biraz mənasını verir. 2 doğru cavabdır. There was some news that made the children happy. 2 doğrudur. There was a good news. Good news. News sözü sayıla bilməyən isimdir. Yaxşı xəbər mənasında. Onun qarşısında qeyri-müəyyən artikl işlənə bilməz. 3 səhvdir. There was a piece of news that made the children happy. Bəli, burada was işlənib. Piece də təkdədir. Qarşısında artikl da var. Və doğrudur. 4 doğrudur. 2 ilə 4 doğrudur. 5'ə baxaq. To piece of. To var qabağında 2 pieces olmalıdır. Həm də burada V olmalıdır. Ona görə 5 də səhvdir. 2, 4 doğru cavabdır. B bəndi doğru cavabdır.